Çünki biz o kişilərin övladlarıyıq ki, bizi tərbiyə eləyəndə belə deyərdilər bizə. Deyərdilər ki, nə bağda birdən su içəndə yadınızdan çıxsın, salamullah ələl Hüseyn deməyəsiniz ha. Biz o anaların balalarıyıq, biz o kişilərin. Ona görə biz üçün hər yer Aşura, Kərbəladır, hər gün Aşuradır. Biz İmam Hüseyni təkcə 10 gün yad eləmərik. Biz deyəndə mən özümü demirəm, ha, elə bura hamı cəm olanları deyirəm. Onun üçün biz, ona görə biz üçün fərqi yoxdur. Biz İmam Hüseynin elə o məşhur sözün, hətta şair sonra onu qələmə alıb. İn şəribtum ma'a əzbin fəzkuruni, əv səmi'tum bi qəribin, əv şəhidin fəndubuni. İmam Hüseyin əleyhissalam deyir ki, nə vaxtı su içsəniz, sərin su içsiniz, məni yada salasınız. Və nə vaxtı eşitsiniz ki, bir nəfər qəribdir və yaxud şəhiddir, məni ağlayasınız. Biz ona görə hər su içəndə İmam Hüseyni yad eləyənlərik biz. Biz nəinki təkcə 10 gün, nəinki təkcə Aşura gün.